Deməli, buradakı sözümüz nədən ibarət idi? Biz danışdıq ki, bu ailəni yaddan çıxartmaq olmaz. Yəni, temperatur sabit olanda napor sabit olur. Temperatur dəyişəndə uşaqlar napor dəyişir. Bura ulduz qoymaq istəyirdim, dərsimiz sona çatdı yarıda. Ulduz qoymağımın səbəbi nədir? Doyan buxarda əsas bu iki şey yadda saxlayın. İki şey deyəndə əslində bir dənə şeydir və həmin o bir şeyin iki dənə qrafikə tətbiqidir dostlar. Bax, doyan buxarda bu iki dənə proses var. Və sözümüz də mən sizdən soruşacağım birazdan lazım olacaq deyə. Belədir. Doyan buxarımızın iki dənə prosesini öyrəndik. Daha sonra bizim məqsədimiz nədir? Bizim məqsədimiz qazları mayeyə çevirməkdir. Qazı nəyə çevirməkdir? Mayeyə. Biz istəyirik ki, buxardan maye alaq. Qazı mayeyə çevirməyin dostlar iki dənə üsulu var. Birinci üsul. İzotermik sıxmaq. Bir dənə söz var, deyir, sıxdın suyunu çıxartdın. Həqiqətən də bu ilə bağlıdır. İzotermik sıxmaqla. İzotermik sıxmaqla qazı mayeyə çevirəcəyik. Əslində qazı mayeyə çevirməkdəki məqsədimiz nədir? Yəni doymayan buxarı nəyə çevirmək istəyirik? Doyana çevirmək istəyirik. Gəlin əvvəlcə qabı çəkək, oradan başlayaq. İndi bir qabımız var. Bir qabımız var. Ağzında porşen var. Porşen nə idi? Hərəkət edən qapaq. Hərəkət edən qapaq idi. Burada da içəridə ideal qaz var. İdeal qazın yeni adı nədir biz öyrəndiyimiz? Doyan buxar. Doymayan buxar. Xeyr, Doymayan buxar. doymayan buxar idi. Bəli. İdeal qaz bizim üçün nədir? Doymayan buxardır. Əlimizdə doymayan buxar var. Hal-hazırda yazıram yanına. Doymayandır. Və yazmışam izotermik sıxmaq. Qrafikimi çəkim. P-nin, təzyiqin həcmdən asılılığı. Doymayan buxardır. Başlayıram porşeni aşağı endirməyə. Mənim üçün bu ideal qazdır. İdeal qazda izotermik prosesdə PV-dən necə asılı idi? Tərs. Tərs asılı. Onda qrafiki çəkə bilərəm ki, həqiqətən də tərs asılıdır. Bu formada oxla da göstərirəm ki, sıxılmadır. İzotermik sıxılmadır. Etiraz olan varsa desin. Doymayan buxarı sıxıram. İdeal qazın izotermik sıxılma qrafikini çəkirəm. Porşen yavaş-yavaş gəldi aşağı. Porşen gəldi hara dostlar? Aşağıya. Aşağı. Axı yavaş-yavaş su əmələ gəlir. Artıq içəridə maye də var, buxar da var. Həm maye, həm buxar varsa, dinamik tarazlıq halında burada nə var? Doyan buxar var. Yaxşı. Doyan buxarın izotermik prosesdə təzyiqi necə dəyişirdi? Dəyişmirdi. Ay maşallah, sizcə başa düşdünüz. İzotermik prosesdə keçdik doyana. Doyan buxarın naporu temperaturun ağzına baxır. Deməli, uşaqlar, bu mövzunu təkrar edirəm. Başarılı olmağınızın sirri doyanla doymayanı fərqləndirməyi bacarmaqdır. Doymayana ideal qaz kimi baxdım. Həmin qanunları bilirdim, PV-dən tərs asılı olacaq dedim. İkincisi, doyanda da napor. Ata ət, itə ot vermək olmaz. Ona görə də doymayan buxarı mən doymayan buxar qanunları ilə eləməliyəm. Doyan buxarı da yəni doyan buxarda napor ailəsinə eləməliyəm. Deməli, qrafikimdə iki dənə hissə oldu. Birinci bu A-dan B-yə nədir? Doymayan buxar. Doymayandır. Bəs B-dən C-yə nədir? Doyan buxar. Mükəmməlsiz, doyan buxardır. Məsələn, sual verəcək. A-dan B-yə mayenin kütləsi necə dəyişir burada? Maye deyirəm, qazın kütləsi necə dəyişir? Azalır. Xeyr. Doymayan buxarda yalnız qaz var, ona görə də qazın kütləsi dəyişmir. Yalnız qaz var axı. Dəyişmir. Amma B-dən C-yə qazın kütləsi necə dəyişir? Azalır. Niyə? Azalır, hara gedir?
Mayeye Maye. çevrilir. Halal olsun, mayeyə çevrilir. Deməli, burada çevrilmə başladığına görə yavaş-yavaş indi sual çıxacaq imtahanda. Deyir ki, verilən nöqtələrdən hansında deyir mayenin kütləsi ən böyükdür? ABC-dən hansında? C nöqtəsi. Halal olsun sizə, bəli. Halal olsun. Deməli, sevimli dostlar, eyni zamanda burada həmin ifadəni bura əlavə eləmək lazımdır ki, bura təzyiq yazmışam, amma konsentrasiya ilə sıxlığı da bura əlavə etmək olar. Niyə? Çünki napor ailəsi gözü ilə baxırıq da, A-dan B-yə həcm azalır, həcm azalanda təbii ki, konsentrasiya və sıxlıq artır, qrafikdə heç bir problem yoxdur. B-dən C-yə doyandır, doyan buxarda da temperatur sabit olanda onsuz da napor dəyişmir. Və bu formada. İzotermik sıxmaqla birinci üsulumuz nə oldu? Qazın mayeyə çevrilməsi izotermik sıxmaqla. Mükəmməl formada eləmək olar. İndi insan ağlına bir dənə sual gəlir. Müəllim, gedim evdə bir dənə porsiyenli qab düzəldim. Havanı sıxım, suyunu çıxardım da evdə də özüm üçün su hazırlayayım. Eləmək olurmu? Olmur şagirdlər. Allah Taala bura bir sərhəd qoyub. O sərhəddə nə deyirlər? Böhran temperaturu deyirlər. Nə temperaturu? Böhran temperaturu. Böhran temperaturunu necə araşdırıblar dostlar? Deməli, doyan buxarın sıxlığı, yəni napor temperaturdan necə asılı idi? Kəskin asılı idi. Yəni, sən doyan buxarı qızdıranda sıxlığı kəskin artır. Mayeyini hamınız müşahidə eləmişsiniz. Qızdırırsan, maye yumşalır. Başlayır yumşalmağa da qaza doğru getdikcə. Və elə bir an gəlir ki, doyan buxarla mayenin xassələri bərabərləşir. Elə bir nöqtədə görüşürlər. Həmin o doyan buxarla, bura doyan yazım üstünə, doyan buxardır, bu isə mayedir. Maye ilə doyan buxarın xassə fərqinin yox olduğu temperatura böhran temperaturu deyirlər. Deyəcəksiniz ki, bəs bunun söhbətimizlə nə əlaqəsi var? Və görüblər ki, şagirdlər böhran temperaturundan yuxarı temperaturlarda bu sağ tərəfdə qazı mayeyə çevirmək mümkün deyil. Sən istəyirsənsə ki, qazı mayeyə çevirəsən, onda böhran temperaturundan görürsünüz, kəsişmə nöqtələri ancaq böhrandan aşağıda mümkündür. Yəni, bu hissədə mümkündür, böhrandan aşağıda, amma böhrandan yuxarıda mümkün deyil. Deməli, biz sizə desələr ki, birinci üsul nədir, abala? Desələr, deyəcəksən ki, qazı mayeyə çevirməyin birinci üsulu izotermik sıxmaqdır. Amma biz hər istədiyimiz temperaturda eləyə bilmirik. Bunu eləməliyik biz böhran temperaturundan kiçik temperaturlarda. Deyəcəklər, abala, bəs böhran temperaturu nədir? Deyəcəksən, böhran temperaturu doyan buxarla mayenin xassə fərqinin yox olduğu temperatur. Xassə fərqinin yox olduğu sözü sizə qorxulu gələ bilər. Xassə fərqinin yox olduğu demək ki, yəni onlar eyniləşirlər də. Bilmirsən daha kimdir doyan, kimdir maye. Bax belə. İkinci üsul. İkinci üsul nədir bəs? İkinci üsulda artıq həcmi dəyişmirik. Həcmi dəyişmiriksə izoxor. İzoxor soyutmaqla. Başlayırsınız nə eləməyə? İzoxor soyutmağa. Eləmi? İzoxor soyutmağı gəl bir dənə anlamağa çalışaq. Əvvəlcə yenə əlimizdə ideal qazımız var. Yəni doymayan buxarımız var, elə? Doymayan buxarın təzyiqinin temperaturdan asılılığını çəkəcək. Təzyiq temperaturdan necə asıldı uşaqlar? İdeal qazda necə idi PT-dən? Düz asılı. Düz asılıdır, bəli. Qırıq-qırıq xətlə də göstərsək. Düz asılıdır. PT-dən düz asılıdır. Soyuduram. İndi hamınız bilirsiniz. Mayeni qızdıranda buxarlanır, buxarı soyudanda mayeyə çevrilir, kondensasiya edir. Ona görə də ilk əvvəl buxarı soyuduram, ideal qaz qanunu ödənir, çünki doymayan buxardır. Amma bir müddətdən sonra nə olur? Artıq soyudursan, su molekulları əmələ gəlməyə başlayır.
Su molekulları əmələ gələn başlayanda artıq buxar da var, su da var. Onda bu doyandır. Doyan buxarın təzyiqi temperaturdan necə asılıdır? Düz. Necə düz? Kəskin. Kəskin asılıdır. Və qrafikdə və belə bir şey yox. Bəli, düzdür təbii ki, amma kəskindir. Belə olur. İşarələsək A, B, C. AB nədir? AB hissəsi nədir? Doyan buxar. Doymayan Tamamilə buxar. səhvdir. Doymayan buxar. Doymayan buxardır. Çünki düz mütənasib ideal qazdır dedim haqqadası. B-dən C-yə nədir? Doyan buxar. Doyan buxar. Ay, doyan. Hətta sizə bir dənə də müəllim məsləhəti verim. Çünki dərsin əvvəlindən demişdim ki, doyan buxar biraz qarışdırılır. Qarışdırmamaq üçün sizə ilk ipucunu harda vermişdim? Naporda. Napor ailəsi demişdim. Naporu yadda saxlayırsınız ki, doyan buxarda napor temperatur nağzına baxır. İkinci üsul deyəcəm sizə. Doyan buxar qrafiklərində biri bu izotermik proseslərin qrafikidir. Bir də bu izoxor prosesin qrafikidir. Amma hər ikisində sağ tərəf doymayandır uşaqlar. Bir imtahanda başınız qarışsa, bu sözümü unutma. Qrafikin sağ tərəfi nədir? Doymayan. Doymayan. Keçək bu prosesə. Yenə sağ tərəf nədir? Doymayan. Ay, sağ ol. Bax, bunu yadda saxlayın. İmtahanlarda falan istifadə edə bilərsiniz. Həmişə doyan buxar mövzusunun qrafiklərində sağ doymayandır, sol doyandır. Başa düşdünüz? Bax, bunu yadda, yəni ki, biraz kömək olsun sizə. Amma indi burada da konsentrasiya ilə sıxlığın qrafikini çəkə bilərik. Konsentrasiya və sıxlıq dostlar. Yaxşı, ideal qaz üçün konsentrasiya, temperaturdan, izoxor prosesdə konsentrasiya necə dəyişir ideal qazlarda? Tərs. Dəyişmirdi. İzoxor prosesdə konsentrasiya dəyişmir. Düzdür? Sıxlıq da dəyişmir. Bəs doyan buxardan konsentrasiya ilə sıxlıq temperaturdan necə asılıdır? Kəskin. Kəskin asılıdır, ona görə qrafik olur belə. Yenə sağ tərəf nədir? Doymayan. Sol tərəf nədir? Doyan. Doyandır. Əlası. Sual gəlir imtahanda. O yenə hərflərlə yazım ABC. Deyir A-dan B-yə buxarın kütləsi necə dəyişir? Dəyişmir. 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 Bəs B-dən C-yə Azalır. Azalır. mayenin kütləsi nə qalır? Artır. Artır. Halal olsun. Yadınızda saxlayırsınız. Sola gedəndə maye artır. Ən çox maye hansı nöqtədədir? C nöqtəsində. Halal olsun. Əla. Doyan buxarla doymayan buxarın da görüşdüyü bir nöqtə var. Özünüz görürsünüz qrafikdə. Həm burada, həm də orada. Doyan buxarla doymayan buxarın xassə fərqinin yox olduğu temperatura şeh nöqtəsi deyirlər. TŞ, şeh nöqtəsi. Şeh sözünü siz bilirsiniz. Şeh nöqtəsini bu arada ölçən cihazdan sual gələ bilər deyə deyirəm. Metal higrometr vasitəsilə ölçürlər. İndi şeh nədir? Şeh. İndi bir çoxunuz da rayondansınız mənim kimi. Biz kənddə zadda səhər oyanırsan ki, güllər, çiçəklər, otların üstündə su damcıları var yayda. Yay vaxtıdır, heç yağış da yağmayıb, göy üzü tərtəmizdir. Bəs niyə otların üstündə su var? Niyə yarpaqların üstündə su damcısı var, yağış yağmayıbsa? Hardan olub o su damcısı? Ona deyirlər şeh. Şeh nədir? Yayda gecə vaxtı havanın temperaturu düşür aşağı. Baş verir izoxor soyuma. Temperatur gecə vaxtı axı günəşdən uzaq qalmışıq deyə soyuyur. Səhərə yaxın saatlarda o qədər soyuyur ki, havadakı buxar çevrilir su halına və beləcə damcılar şəklində su ayrılır. Buna deyirlər şeh düşdü. Hamımız işlədirik o sözü. Şeh düşdü deyirlər. Şeh düşmə sözü buradan gəlir. Bunu başqa özünüz də, yəni belə deyək də, şəhər yerində də,
Hamımızın yaşadığı bir şey var. Yayın isti günlərində gedirsən, ürəyin yanır. Susamısan, gedirsən, nə qalırsan? Soyuducudan, buzxanadan götürürsən su. Butulkanı götürürsən, düzdür? Götürəndə nə görürsən? Hə? Üzerinde damlalar. Görürsən ki, üstündə damcılar var butulkanın üstündə. Mən soruşuram uşaqlardan, deyirəm ki, qadası bu su damcıları hardan oldu? Deyir ki, yəqin butulkada deşik var. Halbuki o butulkada deşiklə əlaqəsi yoxdur. Sənin buzxanadan götürdüyün su, yəni həmin o şüşə çox soyuqdur. Havadakı buxar molekulları da istidir. O ətrafındakı hava molekullarını soyudur. Soyumuş buxar çevrilir suya. Yəni butulkanın üstünün su olmasının səbəbi onun ətrafındakı bu buxar molekullarının kondensasiya eləməsidir. Onun səbəbi odur, yəni butulkadan çıxan su deyil o. Yəni həmin o şeh dediyimiz şey burada da biz yaşayırıq əslində dostlar. Şeh nöqtəsi dediyimiz şey budur. Böhran temperaturu ilə şeyi qarışdıranlar çox olur uşaqlar. Böhran temperaturu maye ilə doyan buxarın xalısa fərqinin yox olduğu temperaturdur. Şeh nöqtəsi isə doyan buxarla doymayan buxarın xalısa fərqinin yox olduğu temperaturdur. Yəni belə yadda saxlaya bilərsiniz. Təbii ki, bu maye söhbətləri gələndə insan ağlına gələn başlıqlardan biri də rütubət məsələsidir. Rütubət nədir? Rütubət havadakı su buxarının miqdarını xarakterizə edən kəmiyyət. Rütubət sözünün mənasını biz nəmişlik deyirik də, nəm var. Niyə? Çünki havada su buxarının miqdarı çoxdur. Rütubəti xarakterizə etmək üçün iki dənə kəmiyyət istifadə olunur fizikada. Birincisi mütləq rütubət. Yəni rütubətin əsl qiyməti. Mütləq rütubət. Mütləq rütubət sıxlıqdır. Sıxlıq nədir? Vahid həcmdəki kütlə. Tərifi belədir. Vahid həcmdəki su buxarının kütləsinə bərabər olan kəmiyyətə mütləq rütubət deyirlər. Mütləq rütubət ilə sıxlıq olduğuna görə bunun ikinci adı da belədir. Su buxarının sıxlığı da deyirlər buna. Eyni şeydir. Sıxlıq da deyə bilərsiniz. Vahidi qram bölünsün, adətən suyun miqdarı az olduğuna görə biz buna qram bölünsün metrin kubu deyirik mütləq rütubət. Amma həyatımızda bəzən uşaqlar mütləq qiymətlər işimizə yaramır. Siz özünüz də bunu yaşamısınız. Gəldin universitet imtahanına girdin, Allah qismət eləsin sizə. Yığdım məsələn deyək də, atıram 500 bal yığdım məsələn. Ya da 650 bal yığdım. Gedirsən qasa kimsə səndən soruşur ki, kənddə bilməyən bir yaşlı dayıdır. Soruşur ki, nə qədər yazdın, deyirsən 600 bal, o da bilmir sənə təbrik eləsin, yoxsa üzülsün, çünki bilmir axı maksimum bal neçədir. Sənin mütləq balın 600 bal ola bilər, amma adam bəlkə fikirləşir ki, bu 2000 bal üzərindən 600 yığıb. Bəlkə 600 üzərindən 600 yığıb. Yəni, mütləq qiymətlər bəzən beynimizdə bir informasiya qarşılamır. Onun əvəzinə nisbi qiymət. Sən də deyirsən ki, ay dayı deyirsən, 80% nəticə göstərdim. Faizlə deyirik də. Faizlə desən daha anlayışlı olur. Ona görə də rütubəti də belə ifadə edirik biz. Nisbi rütubət. Nisbi nə? 700-ə nisbətən 600 yazmışam. Onu faizlə deyirsən. Məsələn, deyirsən ki, 90% yazmışam, 80% yazmışam. O faizi necə çıxarırsan ki? Yığdığın balı, mütləq balı bölürsən maksimum bala. Düzəm uşaqlar, düz deyirəm də bunu. Elə deyilmi? Siz test yazırsınız, müəllim sənə test işlədir. 20 sual var deyir, bala. Sən də yazırsan 18 dənə düz. 18 sənin mütləq yazdığındır. Bu mütləqi maksimala bölürsən, çıxır 90%. Nisbi rütubət də belədir. Nisbi rütubət verilmiş temperaturdakı mütləq rütubətin, yəni su buxarının sıxlığının həmin temperaturdakı maksimum sıxlığa, yəni doyan buxarın sıxlığına nisbətinin faizlə ifadəsidir. Çünki doyan maksimumdur da, yemək yedi, uşaq doydu da, bundan çox yiyənmir. Doyan halı ən çoxdur. Yuxarıdakı nədir? Doymayan. Bəli, napor ailəsi. Konsentrasiya ilə də yaza bilərsiniz bunu. Eyni zamanda təzyiqlə də yaza bilərsiniz bunu. Aşağıdakılar kimdir, dostlar?
Doyan. Doyandı. Bəs yuxarıdakılar? Doymayan. Ay maşallah. Doymayan, yəni su buxarının sıxlığı, su buxarının konsentrasiyası, hətta bu su buxarının təzyiqinə kitablarda, sualda zadda görəndə qorxmayasınız deyə deyirəm. Buna parsial təzyiq də deyirlər. Yəni yuxarıdakıların adlarını fərqli-fərqli deyə bilərsən, amma aşağıdakı şagirdlər, bu cəmiyyətlər hamısı doyandır. Bunun başqa adı yoxdur. Doyan buxarın konsentrasiyası, doyan buxarın təzyiqi, doyan buxarın sıxlığı. Tərifi təkrar deyəcəm uşaqlar. Mütləq rütubət vahid həcmdəki su buxarının kütləsidir. Nisbi rütubət verilmiş temperaturda doyan su buxarının sıxlığının, daha doğrusu doymayan su buxarının sıxlığının, doyan su buxarının sıxlığının nisbətinin faizlə ifadəsidir. Yəni hal-hazırda nə qədərdir? Nisbi rütubət ölçmək üçün bildiyiniz kimi psixrometr adlanan cihazdan istifadə olunur. Bir də ikinci bir cihaz hiqrometr. Hiqrometr birbaşa saat kimi qiyməti göstərən bir cihazdır. Hazıra nəzir göstərir. Psixrometr necə işləyir dostlar? Psixrometrdə iki dənə termometr olur. Biri quru termometr, digəri isə yaş aşağı hissəsinə nəm əski bağlayırlar. Buna da deyirlər yaş termometr. Yəni psixrometr adlanan cihazda neçə termometr var uşaqlar? İki dənə termometr var. Biri qurudur, digəri yaşdır. Buna əsasən də psixrometrik cədvələ baxılır. Psixrometrik və cədvəl. Həmin cədvəldən qiymətlər çıxır. Cədvələ keçmədən əvvəl bunu deyim ki, biz hamımız bilirik ki, quru yaşdan biraz temperatur baxımından böyükdür. Yəni qurunun temperaturu yaşdan çox olur əslində. Ola bilər ki, qurunun temperaturu yaşa bərabər olsun. Əgər qurunun temperaturu uşaqlar yaşa bərabərdirsə, onda nisbi rütubət olur 100%. Yəni bunu yadda saxlayırsınız. Quru ilə yaşın arasındakı fərq azalanda nisbi rütubət artır. Hətta arasındakı fərq gördüyünüz kimi 0 olanda nisbi rütubət olur 100%. İndi psixrometrik cədvəldən necə istifadə olunur? Mən sizə onu göstərməyə çalışacağım uşaqlar. Bunun üçün gərək bir psixrometrik cədvəl sualı tapıb orada göstərək. Baxın, psixrometrik cədvəl sualı olmalı. Görürsünüz, bir psixrometrik cədvəldir. 19-cu sual. Yazıb ki, psixrometrin quru termometri 14 dərəcə. Cədvələ baxıram, quru termometrin göstərişi yazıb. 14 dərəcə verdiyinə görə buradan 14-ü dairəliyirəm. Əlayam. Sonra şərtdə yazıb ki, yaş termometrin göstərişi isə 8-dir. Amma cədvəldə yaş termometr yoxdur. Quru və yaş termometrlərin göstərişləri fərqi var. Quru ilə yaşın fərqi biri 14-dür, biri 8-dir. Fərq neçədir? 6. Fərqdə də seçirəm 6-nı. 14-ün qabağından xətt çəkirəm. 6-nın da belə yuxarıdan aşağı sütununu çəkirəm. Harada kəsişibsə, o da olur mənim rütubətimin faizi, 42%. Rütubətlə bağlı ola bilər ki, belə sual tipi də versin sənə. Məsələn, cədvəlin yenə biri var, birini dişləyək, bəlkə sizə daha rahat olar. Quru termometr deyir 12-dir. Quru termometrdən 12-ni seçirəm. Quru və yaş termometrlərin fərqi yazıb burada 10 dərəcə, 12 dərəcə, fərq 2-dir. 12-ni kəsirəm, 2-ni kəsirəm, 78% ilə yapışdırıram, gedir. Psixrometrlə bağlı başqa bir sual tipi də eləyə bilərəm. Məsələn, 34-cü suala baxın uşaqlar. 2 dənə otaq var. Birinci otaq, ikinci otaq. Hər iki otağa bir psixrometr qoyublar. Birinci otaqdakı psixrometrə baxaq. Quru 20-dir, yaş 17-dir. Digərində quru 20-dir, yaş 15-dir. Yazıb ki, otaqlarda havanın temperaturu. Havanın temperaturunu ölçən kim olur? Bizim evlərdə də var da, istifadə edirik. Termometrdən istifadə edirik. Adi termometr, aparıb suya da salmırıq. Quru termometrdir. Hər iki otaqda quru termometrin göstərişi eynidir. Deməli, bu otaqların temperaturları bərabərdir. Temperaturla işimiz yoxdur. Amma baxıram yaşa.
birinci otaqda yaşın göstərişi 17-dir. İkinci otaqda yaşın göstəricisi 15-dir. Yaşı böyük olanın rütubəti də böyükdür. Ona görə də temperaturlar bərabərdir. Amma birinci otaqda nisbi rütubət çoxdur. Həqiqətən də görürsünüz, birinci otaqda fərq neçədir? 3. İkinci otaqda fərq neçədir? 5. Fərq artanda rütubət azalır. Fikrim çatdı sizə. Baxın, belə sual ola bilər. 2 otaq var, yenə. İndi otaqların temperaturunu soruşmur burada. Yazıb ki, havanın mütləq və nisbi rütubəti. Bunda da görsən ki, uşaqlar çaşırlar. Halbuki nisbi rütubət, uşaqlar, mütləq rütubətlə düz asıldır. Özünüz görürsünüz də, nisbi rütubət mütləq rütubətlə düz asıldır. İndi hansı otaqda rütubət çoxdur, uşaqlar? İkincidə. Niyə? İkincidə mütləq rütubətin qiyməti daha böyükdür. Yəni, yaş termometrini demək istəyirsiniz. Bəli, bir də fərqi daha azdır deyə. Fərqi daha azdır, bəli. Yaşı böyük olanın rütubəti T1, T2-dən avtomatik ki, sıxlıq da bayaq dediyiniz kimi düz asılır. İkisi də belə. Bu qədər basit. Nə var ki burada? Başa düşdünüz uşaqlar? Bəli. Bəli, tamamilə doğrudur uşaqlar. İndi isə gəlirik. Əslində biz sizinlə azdan çoxdan danışmışdıq buxar əmələ gəlmə məsələsindən, yadınızdadırsa. Neçə növ var idi? 2. 2. 2. 1. Buxarlanma, 2 qaynama. 2 qaynama. Buxarlanma. 2. Qaynama. Qaynama. Buxarlanma ilə qaynama fərqlərini deyə bilən var aranızda? Buxarlanma bütün temperaturlarda baş verir. Qaynama sadəcə spesifik bir temperaturda. Bir də buxarlanma səthə yaxın yerdə olur. Qaynama hər yerində. Bütün həcmdə. Kim idi bunu deyən? Ruhiyyə. Çox sağ ol, Ruhiyyə, halaldır. Deməli, buxarlanma səthdə baş verir. Qaynama isə? Bütün həcmdə. Halaldır. Bütün həcmdə, halal olsun. Bütün həcmdə baş. Bunlar fərqləri. Buxarlanmanın sürətinə təsir edən 6 dənə amil var. Yadınızda saxlayırsınız uşaqlar. Buxarlanma sürəti deyəndə yəqin ki, Azərbaycan dilini bir çoxunuz bilirsiniz. Buxarlanmanın sürəti, yəni buxarlanmanın intensivliyi, nə qədər tez buxarlanır. Yəni, 1 saniyədə nə qədər çox molekul çıxırsa mayedən, buxarlanma sürəti bir o qədər çoxdur. Buxarlanma sürətinə təsir edən 6 dənə amil var. Birinci amil, mayenin növü. Yəni, bu maye civədirmi, sudurmu, spirtdirmi, hər mayenin buxarlanma sürəti müxtəlifdir. Birinci növdən asılı. 2, temperatur. Temperatur artanda buxarlanma sürəti artır. Qaynar çay gətirib qoyurlar qabağına, görsən ki, üstündən tüstü buxar çıxır, duman. Yəni, nə qədər qaynar olsa, o buxarlanmanın sürəti bir o qədər çox olur. 3, sərbəst səthin sahəsi. Bayaqlarım sual vermişdiniz. Kənddə armudu stəkana çayı süzürdülər, balaca olanda biz onu nəlbəkiyə süzürdük. İndi vedrə boyda quruşqalarında zaten içirlər deyə çox hiss eləmirlər. Amma biz bir də görsən ki, o nazik stəkanlardan süzürdük nəlbəkiyə. Sərbəst sahə ilə, yəni düz asıldı. Nəlbəkiyə niyə süzürsən? Çünki nəlbəkinin ağzı yekədir. Su daha tez buxarlanacaq. Ona görə də buxarlanma sürəti sərbəst səthin sahəsindən düz asıldı. Dördüncüsü küləklənmə, yəni hava cərəyanı. Nəlbəkiyə süzürdük, uşaqlar, çayı balaca olanda samavardan tökürdülər. Nəlbəkiyə süzürdük, yenə içəmirdik. Başlayırdıq üfləməyə. Üfləyirdik. Niyə üfləyirdik? Çünki hava cərəyanı yaradırdıq ki, tez buxarlansın. 5-ci amil, xarici təzyiq. Xaricdən təzyiq. İndi məntiq düşünmə zamanı gəldi. Sən mayeni yuxarıdan sıxırsan, təzyiq göstərsən, rahat buxarlanar çətin. Çətin. Ona görə xarici təzyiqdən tərs mütənasib asılır. Siz mayenin üstündəki təzyiqi artırsanız, buxarlanmaqda əziyyət çəkəcək. Ona görə tərs asıldı. 6-cı və əsas amillərdən biri havanın nisbi rütubəti. Ay müəllim, nə əlaqə? Nisbi rütubət havadakı nəmişlikdir. Havada nəm çox olanda
Hava daha nəm istəmir. Ona görə də buxarlanma zəif gedir. Xarici təzyiqlə nisbi rütubətdən tərs asılıdır. O evdə 100% mamalarınız, nənələriniz, xanımlardan eşidən onlar deyir ki, paltarı deyir sərmişəm. Hava özü yay günləridir, yaz günləridir. Amma deyir qurumaq bilmir paltar. Nə olub deyir ha? Paltar qurumursa, o deməkdir ki, havadakı rütubət çoxdur. Havada nəmişlik çoxdur. O sənin paltarındakı, iylənmiş paltarındakı suyu istəmir. Çünki doyur. Amma nə olur orada səncə? Tərsi də ola bilər bəzən. Bir də görsən qış ayıdır, payızdır, hava soyuqdur. Amma deyirlər ki, paltarlar tez qurur. Ya da soyuq günlər olur bəzən, yenə də baxırsan ki, adamı susuyur çox tez-tez. Səbəb nədir? Havada rütubət azdır. Havada rütubət az olanda buxarlanma sürətlə gedir. Sənin bədənindəki, dərindəki bütün o maye molekulları bədənini tərk edir və başlayırsan susamağa. Ona görə də nisbi rütubətlə tərs mütənasib asılır. Qaynama spesifik bir hadisədir və fizikanın ən çətin tərifini demək zamanı gəldi. Hazır uşaqlar kəmərlərinizi sıxın. Çünki fizikada bu qədər ağır bir tərif keçməyəcək heç vaxt. Ən çətin tərifi deyəcəm indi. Kimsə yadında saxlasa ona hədiyyə verəcəm. Hazırsınız? Bəli. Getdik. Mayələrin qaynadığı temperatura qaynama temperaturu deyilir. Gördünüz? Mayələrin qaynadığı temperatura qaynama temperaturu deyilir. Heç kəs bunu yazar. Müəllim qeyd götürdüm bunu. Əla, onu qeyd götürün, hətta tabloya asıb divardan yapışdırın, xaladelnikin üstünə yazılır. Qaynama temperaturu. Qaynama temperaturu iki şeydən asılıdır. Bir, növdən. Hər mayenin öz spesifik qaynama temperaturu var. Mayenin növündən. İki, xarici təzyiqdən. Sizcə xarici təzyiqi artıranda tez qaynayar, azaldanda? Azaldanda. Ay, sağ ol. Deməli, xarici təzyiqlə qaynama temperaturu düz asıldı. Yəni, xarici təzyiqi artırsanız, gec qaynayır. 100 dərəcədə su qaynamır. Qaynayır 120-də, 130-da, 140-da. Deməli, mayələrin qaynama temperaturu, bax, buxarlanma sürəti ilə qarışdırmayın, ha. Xarici təzyiqi artıranda buxarlanma sürəti azalır, bəli. Ona görə qaynama gecikir. Ona görə də xarici... Bəzən suallarda görəcəksiniz topluda zadda. Hündürlük yazır. Şahid də deyir ki, Elvin müəllim, siz bizə dərsdə demişsiniz ki, növlə təzyiqdən asıldı. Bəs hündürlükdən də sual çıxdı deyir. Hündürlükdən asıldı öyle. Amma dolayısıyla asıldı. Dağlara çıxırsınız. Dağlara çıxanda təzyiq nə olur? Azalır. Təzyiq azalanda qaynama temperaturu? Azalır. Bəli, gördünüz. Hündürlükdən tərsdir deyənlərə cavabımız budur ki, hündürlüyün özünün, yəni hündürlüyün qara qaşına, qara gözünə bir heyranlığı yoxdur. Hündürlük artıranda təzyiq azalır. Təzyiq azaldığına görə də qaynama temperaturu da düşür aşağı. Çox yüksək dağlıq ərazilərdə, məsələn, Cənubi Amerikanın bəzi ölkələri var da, bilirsiniz, Peruda, Boliviya kimi ölkələrdə bizim kimi əti asa bilmirlər. Əti bizdə nətər edirik? Atırıq suya, qazana qoyuruq. Su qaynayır 100 dərəcədə və yavaş-yavaş ət bişir. Amma onlarda su tez qaynadığına görə ət çiğ qalır uşaqlar. O ölkələrdə əti bizim kimi bozbaş pit eləyib yeyə bilmirlər. Onun səbəbi Boliviyanın dəniz səviyyəsindən 2500 metr yüksəkdə olmasıdır. O qədər yüksəklikdə havanın təzyiqi azdır. Təzyiqi az olduğuna görə qaynama temperaturu aşağıdır. Yəni, orada da əti pişirmək olmur. Ən böyük dərdimiz də yemək pişirmək olduğuna görə çox böyük əziyyətlər çəkirik. Baxın, bu da qaynama məsələsidir, dostlar. Buxar əmələ gəlmənin növlərini sizlər üçün izah edib, ambur-cumbur yazdıq, dostlar. Deməli, bugün öyrəndiyimiz notları zəhmət olmasa aranızdan könüllü olan varmı, yoxsa mən deyim yenə? Nə notlar öyrəndiniz bugün? Vacib hissələri qeyd etmək istəyənlər könüllü çıxış edə bilər. Birinci doyan doymayan buxar. Çox mükəmməl bir əslində başlanğıc verdiniz. Doyan və doymayan buxar. Hansı ideal qaz qanununa tabe olur, hansı olmur? Nasıldır bu ailənin başçısı kimdir? Temperatur. Temperatur dəyişməsə, Dəyişməz.
Onlar da dəyişmir. Bəs temperatur dəyişsə, Kəskin Kəskin dəyişir. Kəskin artır. kəskin dəyişirlər. Maşallah. Üçüncü. Qazın maye keçirməsi. Neçə üsul var? 2 üsulu var idi. 1. İzotermik sıxılmadır. Əla, izotermik sıxılma. Sonra İzoxor idi deyəsən. İzoxor soyutma. izoxor. Bu arada şagirdlər aramızda qalsın, heç kimə deməyin də. YouTube-a qoyan bir adamın heç kimə deməyin deməsi qədər ki, mayeəni qaza çevirmək üçün nə lazımdır? Bunun tərsi. Mayeəni qaza desə izotermik genişlənmə, izoxor qızma olacaq, yaxşı? Yaxşı, 4-cü məsələ. Böhran temperaturu. Nədir böhran? Çox sağ olun. Maye doyan buxarın bərabər. Maye ilə doyan buxarın divijeniyasıdır. Bəli, böhran temperaturundan yuxarı temperaturda qazı izotermik sıxılmaya çevirmək olmaz. 5 şeh nöqtəsi idi. Şeh Doyan nöqtəsi nədir? buxarın doyanmaya bərabər olduğu. Ay maşallah, doyan doymayanla divijeniya eləyirsə bu şeh nöqtəsidir. Mükəmməlsiniz. 6-cı məsələmiz nə idi dostlar? Rütubət, mütləq bir də nisbi. Müsbət deyəcəyik, az qala yaxaladım onu. Bəli, rütubət. Mütləq, bir də Nisbi. mütləqin düsturu rho bərabər edirəm bölü. Nisbi nə idi? Rho bölünsün, rho 0 vurulsun 100. Kimdir doyan, kimdir doymayan? Rho 0 Mütləq doyandır. doyan. Kimdir doyan? Rho 0'dır doyan. Doyanlar aşağıdadır. Doyanlar aşağıda uşaqlar yadasa. Bir də cihazlarımız var idi. Psixometr. Bir də hansı idi o bir cihaz? Higrometr. Higrometr. Hidrometr. Son olaraq nə öyrəndik biz axırda? Buxar əmələ gəlmə. Bir də Buxar qaynama. əmələ gəlmə. Mükəmməlsiz uşaqlar. Buxar əmələ gəlməyin neçə növü var idi? 2. Hansılardır? Buxarlanma bir də qaynama. Qaynama. Buxarlanma. Bir də qaynama. Halal olsun. Bax dostlar, bu özət deyirlər də, ingilislərdə summary deyirlər. Hər mövzunun sonunda özünüz də digər fənlərdə də edə bilərsiniz. Baxın, yaxşı, başarılı bir karyera qurmaq istəyirsinizsə, gələcəkdə iş həyatınızda da hər zaman bir günün özətini, bilmən nə öyrəndim, bir xəritəsini çək, buna qartal, eagle view da deyə bilərsiniz özünüz üçün ki, daha belə karizmatik səslənsin. Yəni, lambur-cumbur şey eləməkdənsə, içində nələr var, bu bölməni mən yaxşı mənimsəmək üçün nələri bilməliyəm? Hər mövzudan belə bir A4'ünüz olsun, bax, hər mövzudan təşkil edən bütün fənlərdə bir dənə A4 çıxart, hər mövzuya elə bir ki, dəyər ver də. Az sonra divardan, zaddan, kitabın arasında zadda qoy. Bir ki, o mövzu sənin əlində belə qartal baxışı ilə var. Ehtiyacın olanda aç bax. Bax, işinizdə çox ki, qarşınızda olsun, gözünün qabağında. Bir gün trigonometriyə bax, bir gün metan qazına bax, bir gün informatikadan, nə bilim, bir sıfıra bax. Nə gəldi, öyrən, ağzına gələn öyrən.